Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov yaradılan şərait barədə prezidentə məlumat verib. Bu ay Kahramanmaraşda Azərbaycanın bərpa etdiyi məhəllənin açılışı olacaq. Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün sözlərinə görə Azərbaycan məhəlləsinin açılışında dövlət başçılarının da iştirakı nəzərdə tutulur. Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Bununla bağlı Prezident İlham Əliyev Çinlə imzalanmış müvafiq sazişi təsdiqləyib. Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin müəyyən edilməsi nəzərdə tutulur. Bu, qaz təchizatı haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılıb. Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək. Bu barədə Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan elektroenergetika haqqında qanuna təklif edilən dəyişiklikdə qeyd olunub. Sabiq Təhsil naziri Misir Mərdanovun səhhətində problem yaranıb. Keçmiş nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Misir Mərdanov səhhətində ciddi problem olmadığını və sabahdan işə çıxacağını qeyd edib.